Mürtuz Ələsgərov ömrünün son illərində danışa bilmirdi. Lakin bu sadəcə qocalıq və ya adi xəstəlik deyildi. Bu elə bir diaqnoz idi ki, həkimlərə sus əmri verilmişdi. Təsəvvür edin ki, siz ömrünüzü sözlə qurmusunuz. Siz tribunadan minlərlə insana əmr vermisiniz, qanunlar qəbul etmisiniz, düşmənləri ifşa etmisiniz. Sizin səsiniz hakimiyyətin səsi idi. İndi isə siz öz ailənizdən belə bir stəkan su istəyə bilmirsiniz. Ağzınız açılır, lakin heç bir səs çıxmır. Gözləriniz yalvarır, lakin dil itaət etmir. Bu sadəcə tibbi hadisə deyil, bu simvolik ölümdür. Və Mürtuz Ələsgərovun ətrafındakılar bilirdilər ki, bu təsadüf deyil. 2013-cü ilin yazında Mürtuz Ələsgərov ailə süfrəsində oturmuşdu. Oğlu ona bir sual verdi. Sadə bir sual. Lakin Mürtuz cavab verə bilmədi. Dili sanki daşlaşmışdı. O ağzını açdı, lakin səs çıxmadı. Ailə üzvləri əvvəlcə güldülər. Düşündülər ki, zarafat edir. Lakin Mürtuzun gözlərindəki dəhşət onlara başa saldı ki, bu zarafat deyil. Təcili olaraq xəstəxanaya aparıldı. Həkimlər ilk müayinədən sonra bir-birlərinə baxdılar və heç nə demədilər. Onlar Mürtuzun ailəsinə dedilər ki, bu müvəqqəti hal, tezliklə keçəcək. Lakin həqiqətdə onlar başqa bir şey bilirdilər. Onlar bilirdilər ki, Mürtuzun beyninin danışıq mərkəzi zədələnib və bu zədə elə xarakter daşıyırdı ki, onu izah etmək çətin idi. Çünki bu nə infarkt idi, nə də insult. Bu, başqa bir şeydi. Və bu diaqnoz tibbi kartın o 3 cırılmış səhifəsində yazılmışdı. Mürtuz Ələsgərov kim idi? O sadəcə siyasətçi deyildi. O, Azərbaycan Milli Məclisinin 1-ci çağırışının spikeri idi. O, dövlətin ən gizli qərarlarının şahidi idi. O, otaqda olanda hər kəs diqqətlə dinləyirdi. Çünki onun sözü qanun idi. Lakin indi o, öz adını belə deyə bilmirdi. Və bu sadəcə fərdi faciə deyildi. Bu, siyasi simvol idi. Çünki Mürtuz Ələsgərov çox şey bilirdi. O, 90-cı illərin ən qaranlıq sirlərinin içində idi. O bilirdi ki, hansı qərarlar necə qəbul olundu, hansı sənədlər imzalandı, hansı adamlar hansı rollar oynadılar. Və indi o, danışa bilmirdi. Təsadüfdürmü? Yoxsa kimsə istəyirdi ki, o danışmasın? Mürtuzun ailəsi ilk günlərdə ümid edirdi. Onlar düşünürdülər ki, müalicə kömək edəcək. Lakin həkimlər hər dəfə yeni bəhanələr tapırdılar. Yaşla bağlıdır, stres nəticəsidir, müvəqqəti hal, tezliklə düzələcək. Lakin aylar keçdi, illər keçdi və Mürtuz hələ də danışa bilmirdi. Ailə üzvləri həkimlərdən tam diaqnoz tələb etdilər. Lakin onlara deyildi ki, bütün lazımi müayinələr aparılıb və nəticələr normaldır. Bu, açıq-aşkar yalan idi. Çünki normal olan adam danışa bilir. Lakin həkimlər israr edirdilər. Və ailə başa düşdü ki, burada başqa bir güc işləyir. Burada tip deyil, siyasət var. 2014-cü ilin yayında Mürtuzun yaxın dostu, keçmiş Milli Məclis deputatı, özəl söhbətdə bir şey dedi ki, o ailə üzvlərini sarsıtdı. O dedi, Mürtuzun dili tutulmayıb, ona susturmaq əmri verilib. Bu metafora deyildi. Bu birbaşa ittiham idi. Lakin kim verə bilərdi belə əmri və necə? Həkimlər vasitəsilə, yoxsa başqa üsullarla? Dostu daha çox danışmadı. O sadəcə əlavə etdi. Mürtuz çox şey bilirdi və bəziləri istəmirdi ki, o bu şeyləri desin. Sonra o sustu və bir daha bu mövzuya qayıtmadı. Ailə üzvləri bu sözləri unutmadılar. Onlar başa düşdülər ki, Mürtuzun xəstəliyi sadəcə tibbi hadisə deyil, bu siyasi əməliyyatdır. Mürtuz Ələsgərovun evi Bakının mərkəzində yerləşirdi. Bu böyük, köhnə, Sovet dövrünün memarlıq üslubunda tikilmiş bina idi. Evin içərisində hər şey öz yerində idi. Kitabxana, iş otağı, arxiv. Lakin ən maraqlısı Mürtuzun şəxsi arxivi idi. Orada onun bütün çıxışlarının mətnləri, qeydləri, şəxsi gündəlikləri saxlanılırdı. 2015-ci ilin payızında Mürtuz artıq çox zəif idi. O yataqda uzanırdı və heç nə edə bilmirdi. Lakin bir gecə ailə üzvləri qəribə bir səs eşitdilər. Kimsə evin arxiv otağındaydı. Onlar tələsdilər və gördülər ki, Mürtuz yataqdan qalxıb, sürünərək arxiv otağıma gəlib. O əlləri ilə qovluqları açmağa çalışırdı. Gözlərindən yaş axırdı. O nəsə göstərməyə çalışırdı, lakin danışa bilmirdi. Ailə üzvləri onu yatağa qaytardılar. Lakin onlar başa düşdülər ki, Mürtuz nəsə demək istəyir.
O nəsə göstərmək istəyir, lakin nəyi? Ertəsi gün ailə üzvləri arxiv otağını yoxladılar. Onlar gördülər ki, bir qovluq açıq qalıb. Bu qovluqda Mürtuzun 90-cı illərdəki Milli Məclis iclaslarının qeydləri var idi. Və bu qeydlərin arasında bir kağız var idi ki, üzərində qırmızı qələmlə bir neçə ad yazılmışdı. Bu adlar Azərbaycanın o dövrün ən yüksək vəzifəli şəxslərinin adları idi. Və bu adların yanında qısa qeydlər var idi. Bilir, şahiddir, təhlükəlidir. Ailə üzvləri bu kağızı oxuyanda dəhşətə gəldilər. Onlar başa düşdülər ki, Mürtuz bu adamlar haqqında nəsə bilirdi və bu bilik onu təhlükəli edirdi. Lakin nə bilirdi o? Hansı sirri saxlayırdı? Və bu sir onun dilini necə bağladı? Mürtuzun həkimi Doktor Rəşid 35 ildir tibb sahəsində çalışırdı. O yüzlərlə xəstə müalicə etmişdi. Lakin Mürtuzun halı onu çaşdırmışdı. 2016-cı ilin yazında Doktor Rəşid ilk dəfə razılaşdı ki, özəl söhbətdə bir neçə şey desin. O dedi, mən Mürtuz bəyi ilk dəfə 2013-cü ildə gördüm. O mənim kabinetimə gəldi və dedi ki, dili tutulur. Mən onu müayinə etdim. Bütün analizlər normal idi. Lakin danışıq mərkəzi işləmirdi. Mən daha dərin müayinə aparmaq istədim. Lakin mənə yuxarıdan zəng gəldi. Mənə dedilər ki, bu xəstəni daha müayinə etməyim. Mənə dedilər ki, sadəcə simptomatik müalicə yazım və heç nə soruşmayım. Mən şok oldum. Mən həkim idim. Mən xəstəni müalicə etməliydim. Lakin mənə əmr verildi ki, etməyim. Mən soruşdum ki, niyə? Mənə dedilər ki, bu dövlət sirridir. Doktor Rəşidin bu sözləri hər şeyi dəyişdi. Çünki bu artıq fərziyyə deyildi. Bu birbaşa sübutdur. Mürtuzun xəstəliyi gizlədilirdi. Və bu, tibbi səbəblərlə deyil, siyasi səbəblərlə gizlədilirdi. Lakin niyə? Nə var idi Mürtuzun diaqnozunda ki, onu gizli saxlamaq lazım idi? Doktor Rəşid davam etdi. Mən Mürtuz bəyin beyin tomoqrafiyasını gördüm. Orada bir anomaliya var idi. Danışıq mərkəzində kiçik bir zədə. Lakin bu zədə təbii yolla yarana bilməzdi. Bu, xarici təsir nəticəsində yaranmışdı. Sanki kimsə dəqiq olaraq o nahiyəni hədəf almışdı. Mən bunu rəhbərliyə bildirdim. Lakin mənə dedilər ki, bu barədə heç kimə danışmayım. Mənə dedilər ki, əgər danışsam, həm mən, həm də ailəm təhlükədə olacaq. Mən qorxdum və sustum. Lakin bu sır məni 3 ildir yeyir. Doktor Rəşidin ifadəsi bir neçə vacib sual ortaya qoydu. Birincisi, Mürtuzun beynində olan zədə necə yaranmışdı? İkincisi, kim istəyirdi ki, bu zədə gizli qalsın? Üçüncüsü, Mürtuz nə bilirdi ki, onu susturmaq lazım idi? Və dördüncüsü, bu əməliyyatı kim həyata keçirmişdi? Bunlar sadəcə suallar deyildi. Bunlar bir siyasi cinayətin izləri idi və bu cinayət hələ də açılmamışdı. Mürtuzun ailəsi Doktor Rəşidin ifadəsindən sonra qərar verdi ki, müstəqil araşdırma aparacaqlar. Onlar özəl detektiv tutdular. Detektiv, keçmiş Daxili İşlər Nazirliyinin əməkdaşı idi. O bir neçə həftə araşdırma apardı və gəldi bir nəticəyə. O dedi, Mürtuz bəyin xəstəliyi təbii deyil. Bu, neyrotoksik maddənin təsiri ola bilər. Belə maddələr var ki, onlar beynin müəyyən hissələrini zədələyir və heç bir iz buraxmır. Bu maddələr ancaq xüsusi laboratoriyalarda istehsal olunur və bu maddələrə ancaq xüsusi xidmət orqanları çıxış əldə edə bilər. Detektivin bu sözləri ailə üzvlərini dondurdu. Çünki bu artıq sadəcə fərziyyə deyildi. Bu, konkret ittiham idi. Mürtuz Ələsgərov zəhərlənmişdi və bu zəhərləmə elə aparılmışdı ki, heç bir sübutu qalmamışdı. Lakin kim edə bilərdi bunu və niyə? Detektiv davam etdi. Mürtuz bəy 90-cı illərdə çox güclü idi. O, Milli Məclisin spikeri idi. O, bütün qanunların keçməsinə nəzarət edirdi. O, bütün gizli iclasların iştirakçısı idi. O bilirdi ki, hansı sənədlər imzalanıb, hansı razılaşmalar bağlanıb, hansı pullar hara köçürülüb. Və 2000-ci illərin əvvəllərində siyasi vəziyyət dəyişdi. Yeni hakimiyyət gəldi. Və bu yeni hakimiyyət istəmirdi ki, köhnə sirlər üzə çıxsın. Ona görə də onlar qərar verdilər ki, Mürtuz bəyi susturacaqlar. Lakin onu öldürmək çox şübhəli olardı. Ona görə də onlar başqa yol seçdilər. Onlar onu lal etdilər. Detektivin bu nəzəriyyəsi qorxunc idi. Lakin o məntiqli idi. Çünki Mürtuzun xəstəliyi heç bir tibbi izahı yox idi. Və həkimlərə verilən sus əmri də bunu təsdiq edirdi. Ailə üzvləri soruşdular. Biz nə edə bilərik? Detektiv cavab verdi.
Heç nə. Çünki sübutlar yoxdur. Tibbi kartın 3 səhifəsi məhv edilib. Tomoqrafiya şəkilləri arxivdən çıxarılıb. Həkimlər danışmağa qorxurlar və Mürtuz bəy özü danışa bilmir. Bu mükəmməl cinayətdir. Heç bir iz, heç bir şahid, heç bir sübut. Ailə üzvləri ümidsizliyə düşdülər. Onlar başa düşdülər ki, ədalət tapmaq mümkün deyil. Lakin onlar qərar verdilər ki, ən azı həqiqəti qeydə alacaqlar. Ona görə də onlar Mürtuzun hekayəsini yazmağa başladılar. 2016-cı ilin yayında Mürtuz Ələsgərovun vəziyyəti daha da pisləşdi. O artıq yataqdan qalxa bilmirdi. Ailə üzvləri onun ətrafında idilər. Onlar bilirdilər ki, son günlər yaxınlaşır. Lakin bir gün qəribə bir hadisə baş verdi. Evin qapısı döyüldü. Qapını açanda orada tanımadıkları bir kişi dayanmışdı. O özünü təqdim etmədi. Sadəcə dedi, mən Mürtuz bəyi görmək istəyirəm. Ailə üzvləri təəccübləndi. Onlar soruşdular, siz kimsiniz? Kişi cavab vermədi. O sadəcə dedi, mən köhnə dostuyam. Zəhmət olmasa 5 dəqiqə icazə verin. Ailə üzvləri bir-birlərinə baxdılar və razılaşdılar. Onlar kişini Mürtuzun otağına buraxdılar. Kişi Mürtuzun yatağının yanında oturdu. O Mürtuzun əlindən tutdu və sakitcə danışmağa başladı. Ailə üzvləri qapının arxasında dayanıb dinləyirdilər. Kişi dedi, Mürtuz, mən bilirəm ki, sən mənə eşidirsən. Mən bilirəm ki, sən danışa bilmirsən. Lakin mən sənə bir şey demək istəyirəm. Sən haqlıydın. Sən o vaxt haqlıydın. Lakin biz səni dinləmədik. Və indi biz hamımız bunun əvəzini ödəyirik. Sən çox şey bilirdin. Və biz qorxduq ki, sən danışacaqsan. Ona görə də biz qərar verdik ki, səni susturacağıq. Lakin biz bilmirdik ki, bu belə olacaq. Biz bilmirdik ki, sən belə əziyyət çəkəcəksən. Mən üzr istəyirəm. Mən bilirəm ki, bu heç nəyi dəyişməyəcək. Lakin mən istəyirəm ki, sən biləsən ki, biz peşmanıq. Kişinin bu sözləri ailə üzvlərini şoka saldı. Onlar başa düşdülər ki, bu kişi Mürtuzun susturulmasında iştirak edənlərdən biri idi. Onlar qapını açıb içəri girmək istədilər. Lakin kişi artıq ayağa qalxmışdı. O Mürtuzun alnından öpdü və çıxıb getdi. Ailə üzvləri onu saxlamaq istədilər. Lakin o çox tez uzaqlaşdı. Onlar kişinin arxasınca qaçdılar. Lakin o artıq maşına minib getmişdi. Ailə üzvləri geri qayıdıb Mürtuzun yanına getdilər. Onlar gördülər ki, Mürtuzun gözlərindən yaş axır. O nəsə demək istəyirdi. Lakin yenə də danışa bilmədi. Bu hadisədən sonra ailə üzvləri daha çox əmin oldular ki, Mürtuz qəsdən susturulmuşdu. Lakin kim idi o kişi və niyə o gəlib üzr istədi? Ailə üzvləri bu kişini tapmağa çalışdılar, lakin heç bir iz tapa bilmədilər. Kişi sanki heç vaxt olmamışdı, lakin onun sözləri qalırdı və bu sözlər sübutdur. Sübutdur ki, Mürtuz Ələsgərov cinayətin qurbanı idi və bu cinayət hələ də cəzasız qalırdı. Mürtuzun son günləri ağır keçdi. O çox əziyyət çəkdi, lakin heç vaxt şikayət etmədi, çünki o danışa bilmirdi. Ailə üzvləri onun gözlərinə baxırdılar və başa düşürdülər ki, o nələr demək istəyir. O demək istəyirdi ki, həqiqəti axtarın. O demək istəyirdi ki, məni unutmayın. O demək istəyirdi ki, ədalət olmalıdır. Lakin o bunu sözlə deyə bilmirdi. O bunu yalnız gözləri ilə deyirdi. 2017-ci ilin payızında Mürtuz Ələsgərov vəfat etdi. O 64 yaşındaydı. Rəsmi ölüm səbəbi ürək çatışmazlığı kimi qeyd olundu. Lakin ailə üzvləri bilirdilər ki, bu yalan idi. Mürtuz ürək xəstəliyindən ölmədi. O susturulan adamın ölümü ilə öldü. O öz sirlərini qəbrə apardı, çünki ona danışmağa icazə verilmədi. Dəfn mərasimində çox adam iştirak etdi. Keçmiş deputatlar, nazirlər, ictimai xadimlər. Hamı gəlib Mürtuzun tabutunun qarşısında dayandı. Hamı təziyə verdi, lakin heç kim həqiqəti demədi. Heç kim demədi ki, Mürtuz qəsdən susturulmuşdu. Heç kim demədi ki, o siyasi cinayətin qurbanı idi. Hamı sustu. Çünki hamı qorxurdu. Qorxurdu ki, onların da dili tutular. Lakin Mürtuzun ailəsi susmadı. Onlar qərar verdilər ki, Mürtuzun hekayəsini dünyaya çatdıracaqlar. Onlar qərar verdilər ki, insanlar bilməlidir ki, nə baş verdi. Onlar qərar verdilər ki,
Mürtuzun səsi, onun öz səsi olmasa da, başqalarının səsi ilə eşidilməlidir. Və bu hekayə, bu sənədli film Mürtuzun son sözüdür. Sözü olmayan adamın sözüdür. Mürtuz Ələsgərovun arxivində tapılan qeydlər arasında bir gündəlik var idi. Bu gündəlik 2012-ci ildə yazılmışdı. Mürtuz hələ sağlam idi və danışa bilirdi. O bu gündəlikdə bir şey yazmışdı ki, o indi çox mənalı səslənir. O yazmışdı. Mən çox şey bilirəm. Mən bilirəm ki, 90-cı illərdə nələr oldu. Mən bilirəm ki, hansı qərarlar necə qəbul edildi. Mən bilirəm ki, hansı pullar hara getdi. Mən bilirəm ki, hansı adamlar hansı cinayətləri etdi. Lakin mən danışa bilmirəm. Çünki mən bilirəm ki, əgər danışsam, məni susturacaqlar. Ona görə də mən bu qeydləri yazıram. Ona görə də mən bu sirləri kağıza köçürürəm. Çünki mən bilirəm ki, bir gün bu sirlər üzə çıxmalıdır. Bir gün ədalət olmalıdır. Mürtuzun bu sözləri peyğəmbərlik kimi çıxdı. Çünki o həqiqətən susturuludur. Lakin onun qeydləri qaldı və bu qeydlər indi araşdırılır. Ailə üzvləri bu qeydləri ekspertlərə verdilər. Ekspertlər bu qeydləri təhlil edirlər və onlar deyirlər ki, bu qeydlərdə çox ciddi məlumatlar var. Məlumatlar ki, onlar Azərbaycanın 90-cı illərinin ən qaranlıq sirlərini açıqlaya bilər. Lakin bu qeydləri kim oxuyacaq? Kim bu sirləri üzə çıxaracaq? Kim Mürtuzun səsini eşidəcək? Bu sualların cavabı hələ məlum deyil. Lakin bir şey aydındır. Mürtuz Ələsgərovun hekayəsi bitməyib. O yalnız başlayır. Çünki həqiqət heç vaxt ölmür. Həqiqət gözləyir və bir gün o mütləq üzə çıxacaq. 2020-ci ilin əvvəllərində Mürtuzun keçmiş həmkarlarından biri ilk dəfə olaraq üzə çıxıb danışmağa razılaşdı. Bu adam keçmiş Milli Məclis deputatı, 35 ildir siyasətdə olan bir şəxsdir. O şərtlə razılaşdı ki, onun adı açıqlanmasın. Biz ona Şahid A deyəcəyik. Şahid A dedi. Mən Mürtuzla birlikdə işləmişəm. Mən onu yaxşı tanıyırdım. O çox ağıllı, çox prinsipial bir adam idi. O heç vaxt kompromisə getmirdi və bu onu təhlükəli edirdi. Çünki siyasətdə kompromis vacibdir. Lakin Mürtuz bunu başa düşmürdü. O düşünürdü ki, həqiqət kifayətdir. Lakin həqiqət heç vaxt kifayət deyil. Həqiqət təhlükəlidir. Şahid A davam etdi. 2012-ci ildə Milli Məclisdə bir gizli iclasımız oldu. Bu iclasda biz müzakirə edirdik ki, keçmiş dövrdə edilmiş bəzi qərarları necə gizlədək? Çünki bu qərarlar çox şübhəli idi və əgər onlar üzə çıxsaydı, çox adam məsuliyyətə cəlb olunardı. Mürtuz bu iclasda ayağa qalxdı və dedi ki, o bu qərarları gizlətməyəcək. O dedi ki, o həqiqəti deyəcək. Biz ona dedik ki, bu təhlükəlidir. Lakin o dinləmədi. O dedi ki, o qorxmur. Və biz başa düşdük ki, Mürtuz problemə çevrilib. Şahid A-nın bu ifadəsi çox vacibdir. Çünki o göstərir ki, Mürtuz susturulmasından əvvəl artıq hədəf seçilmişdi. O artıq problem kimi qeyd olunmuşdu və bu onun aqibətini müəyyənləşdirmişdi. Şahid A dedi. İclasdan sonra bir neçə nəfər Mürtuzla danışdı. Onlar ona dedilər ki, o susmalıdır. Onlar ona dedilər ki, əgər danışsa, nəticələri ağır olacaq. Lakin Mürtuz yenə də dinləmədi. O dedi ki, o öz vəzifəsini yerinə yetirəcək. Və bir neçə ay sonra onun dili tutuldu. Təsadüfdürmü? Mən düşünmürəm. Şahid A-nın ifadəsi birbaşa sübutdur ki, Mürtuzun xəstəliyi təsadüfi deyildi. O planlaşdırılmış əməliyyat idi və bu əməliyyatı həyata keçirənlər hələ də azaddırlar. Onlar hələ də hakimiyyətdədirlər. Onlar hələ də qorxmurlar. Çünki onlar bilirlər ki, sübutlar yoxdur. Lakin onlar bilmirlər ki, həqiqət heç vaxt ölmür. Həqiqət gözləyir və bir gün o mütləq üzə çıxacaq. Şahid A-dan soruşduq. Siz niyə indi danışırsınız? Niyə 35 il sonra? O cavab verdi. Çünki mən qocaldım. Çünki mən bilirəm ki, mənim də vaxtım az qalıb. Və mən istəmirəm ki, bu sirlə qəbrə gedim. Mən istəyirəm ki, insanlar bilsinlər ki, nə baş verdi. Mən istəyirəm ki, Mürtuzun adı təmizlənsin. Çünki o qəhrəman idi. O həqiqət uğrunda mübarizə apardı və o, bunun əvəzini ödədi. Lakin onun qurbanı boşa getməməlidir. Onun hekayəsi danışılmalıdır. Şahid A-nın bu sözləri Mürtuzun ailəsini çox təsirləndirdi. Onlar başa düşdülər ki, onlar tək deyillər.
Başqaları da var ki, onlar həqiqəti bilirlər. Və bəlkə də bir gün bu insanlar da danışacaqlar. Və o zaman Mürtuzun hekayəsi tam olaraq üzə çıxacaq. O zaman ədalət təmin olunacaq. O zaman Mürtuzun səsi, onun öz səsi olmasa da eşidiləcək. Lakin bu gün hələ gəlməyib. Bu gün hələ gözləyir. Və biz, bu sənətli filmi çəkənlər, bu günü yaxınlaşdırmaq üçün çalışırıq. Biz Mürtuzun hekayəsini danışırıq. Biz onun sirlərini üzə çıxarırıq. Biz onun səsini eşitdiririk. Çünki biz inanırıq ki, həqiqət qalib gələcək. Biz inanırıq ki, ədalət təmin olunacaq. Biz inanırıq ki, Mürtuz Ələsgərovun qurbanı boşa getməyəcək. Siz nə düşünürsünüz? Mürtuz Ələsgərov təbii xəstəlikdən öldümü? Yoxsa o, siyasi cinayətin qurbanı oldu? Onun dili təsadüfən tutuldu mu? Yoxsa o, qəsdən susturuludu? Və əgər susturuluduzsa, kim etdi bunu? Kim verdi bu əmri? Və niyə bu cinayət hələ də cəzasız qalır? Bu sualların cavabını tapmaq sizin əlinizdədir. Çünki həqiqət ancaq o zaman üzə çıxır ki, insanlar onu axtarırlar. Təsəvvür edin ki, siz xəstəxanada yatırsınız və heç nə başa düşmürsünüz. Ətrafınızda ağ xalatlar, tibbi cihazlar, əllərinizə iynələr batırılır. Lakin heç kim sizə izah etmiş ki, nə baş verir. Həkimlər bir-birlərinə pıçıldayırlar, qovluqları gizlədəcəsinə tutub, tez-tez otaqdan çıxırlar. Siz soruşmaq istəyirsiniz, lakin diliniz itaət etmir. Siz qışqırmaq istəyirsiniz, lakin səsiniz çıxmır. Və ən qorxuncusu budur ki, siz başa düşürsünüz ki, bu təsadüf deyil. Kimsə istəyir ki, siz susasınız. Kimsə istəyir ki, siz heç vaxt danışmayasınız. Məhz belə hiss edirdi Mürtuz Ələsgərov 2013-cü ilin yay aylarında. Bakının Mərkəzi Xəstəxanasının 6-cı mərtəbəsində otaq nömrə 217-də. O bilirdi ki, nəsə səhv gedir. O bilirdi ki, həkimlər ona yalan danışır. Lakin o sübut edə bilmirdi. Çünki onun dili tutulmuşdu. Və bu sadəcə tibbi diaqnoz deyildi. Bu hökmü idi. Hökmü ki, onu ömrünün sonuna qədər susturacaqdı. Lakin kim verdi bu hökmü? Və niyə həkimlər bu qədər qorxurdular ki, həqiqəti desinlər? Mürtuzun otağına gələn tibb bacısı Səidə xanım 25 ildir bu xəstəxanada çalışırdı. O yüzlərlə xəstəyə baxmışdı. Lakin Mürtuzun halı onu narahat edirdi. Çünki o görürdü ki, bu xəstə başqalarından fərqlidir. Ona xüsusi diqqət yetirilirdi. Onun otağına hər gün yuxarı rəhbərlikdən adamlar gəlirdi. Onlar həkimlərlə uzun müzakirələr aparırdılar. Və bu müzakirələrdən sonra həkimlər daha da gərgin olurdular. Səidə xanım bir gün cəsarət edib baş həkimə soruşdu ki, bu xəstə kimədir və niyə ona belə xüsusi münasibət göstərilir? Baş həkim ona sərt baxdı və dedi, Səidə, sən çox şey soruşursan. Bəzən çox şey bilmək təhlükəlidir. Sən sadəcə öz işini gör və heç nə soruşma. Səidə xanım daha heç nə demədi. Lakin o başa düşdü ki, burada nəsə çox ciddi gizlədilir. Bir gecə Səidə xanım növbədə idi. Xəstəxana sakit idi. Hamı yatmışdı. O Mürtuzun otağına daxil oldu ki, onun vəziyyətini yoxlasın. Mürtuz yatmırdı. O tavana baxırdı və gözlərindən yaş axırdı. Səidə xanım onun yanına yaxınlaşdı və sakitcə soruşdu. Mürtuz bəy, sizə nə olub? Niyə ağlayırsınız? Mürtuz ona baxdı. Onun gözlərində elə bir dəhşət var idi ki, Səidə xanım özünü saxlaya bilmədi və əyləşdi. Mürtuz əlini uzatdı və Səidə xanımın əlindən tutdu. Sonra o barmağı ilə havada nəsə yazmağa başladı. Səidə xanım diqqətlə baxdı. Mürtuz yazırdı. K, Ö, M, Ə, K. Səidə xanım titrədi. O soruşdu. Sizə kömək lazımdır? Nə kömək? Mürtuz yenidən yazdı. H, Ə, K, İ, K, Ə, T. Səidə xanım başa düşdü. Mürtuz istəyirdi ki, həqiqət üzə çıxsın. Lakin o bunu özü edə bilmirdi. Ona kömək lazım idi. Səidə xanım o gecədən sonra qərar verdi ki, Mürtuzun ailəsi ilə danışacaq. O bir neçə gün gözlədi və bir fürsət tapdı. O Mürtuzun oğluna zəng etdi və dedi ki, görüşmək istəyir. Onlar xəstəxanadan kənarda kiçik bir kafedə görüşdülər. Səidə xanım dedi, mən sizə bir şey demək istəyirəm. Lakin siz mənə söz verməlisiniz ki,
Mənim adımı heç yerə qarışdırmayacaqsınız. Çünki mən qorxuram. Mən bilirəm ki, əgər mənim bu söhbətim üzə çıxsa, mən işdən qovulacam və bəlkə də daha pis şeylər baş verəcək. Mürtuzun oğlu söz verdi. Səidə xanım davam etdi. Sizin atanızın xəstəliyi adi xəstəlik deyil. Ona xüsusi müalicə aparılır. Lakin bu müalicə onu sağaltmaq üçün deyil. Bu müalicə onu susturmaq üçündür. Mən bunu dəqiq bilmirəm. Lakin mən görürəm ki, həkimlər ona elə dərmanlar verirlər ki, onlar onun vəziyyətini yaxşılaşdırmır, əksinə pisləşdirir. Və mən görürəm ki, həkimlər bunu bilərək edirlər. Mürtuzun oğlu şok oldu. O soruşdu. Siz nə demək istəyirsiniz? Həkimlər atamı qəsdən öldürürlər. Səidə xanım cavab verdi. Mən bunu dəqiq deyə bilmərəm. Lakin mən görürəm ki, nəsə səhv gedir. Və mən düşünürəm ki, siz müstəqil ekspertiz aparmalısınız. Siz başqa həkimləri dəvət etməlisiniz. Çünki bu xəstəxanada olan həkimlər sizə həqiqəti deməyəcəklər. Onlara əmr verilib ki, sussunlar. Mürtuzun oğlu Səidə xanıma təşəkkür etdi. O dedi ki, dərhal hərəkətə keçəcək. Lakin Səidə xanım onu saxladı və dedi, diqqətli olun, çünki siz güclü adamlarla qarşılaşırsınız. Onlar istəmirlər ki, həqiqət üzə çıxsın və onlar hər şeyə qadirdirlər. Mürtuzun ailəsi Səidə xanımın məsləhətinə əməl etdi. Onlar özəl klinikadan bir nevroloq dəvət etdilər. Bu həkim, Professor Elçin, Azərbaycanda ən yaxşı beyin mütəxəssislərindən biri idi. O, Mürtuzun bütün tibbi sənədlərini tələb etdi. Lakin xəstəxana rəhbərliyi bu sənədləri verməkdən imtina etdi. Onlar dedilər ki, bu sənədlər məxfidir və ancaq müalicəvi həkimlər onlara baxa bilərlər. Professor Elçin təəccübləndi. O dedi, bu qeyri-adi haldır. Adətən xəstənin ailəsi və ya onların dəvət etdiyi mütəxəssislər tibbi sənədlərə baxmaq hüququna malikdirlər. Lakin burada bu hüquq pozulur. Bu mənə deyir ki, nəsə gizlədilir. Professor Elçin qərar verdi ki, Mürtuzun özünü müayinə edəcək. O xəstəxanaya gəldi və Mürtuzla uzun müddət məşğul oldu. O, onun reflekslərini yoxladı, beyin fəaliyyətini test etdi, danışıq qabiliyyətini qiymətləndirdi. Müayinədən sonra Professor Elçin ailə üzvləri ilə danışdı. Professor Elçin dedi, mən sizə bir şey deyəcəm və siz buna inanmayacaqsınız. Mürtuz bəyin beyni normal işləyir. Onun danışıq mərkəzi zədələnməyib. Onun dili tutulmayıb, lakin o danışa bilmir. Niyə? Çünki ona elə dərmanlar verilib ki, onlar onun əzəllərini iflic edir. Bu dərmanlar elə təsir göstərir ki, onlar danışıq əzəllərini blokad edir. Və bu müvəqqəti deyil, bu uzun müddətli təsirdir. Yəni kimsə qəsdən Mürtuz bəyə elə müalicə aparır ki, o danışa bilməsin. Ailə üzvləri donub qaldılar. Onlar soruşdular, siz əminsiz? Professor Elçin cavab verdi. Mən tam əminəm. Mən bu sahədə 35 ildir işləyirəm. Mən yüzlərlə belə xəstə görmüşəm və mən sizə deyirəm ki, Mürtuz bəyin halı təbii xəstəlik deyil. Bu tibbi cinayətdir. Professor Elçinin bu rəyi hər şey dəyişdi. Çünki bu artıq fərziyyə deyildi. Bu peşəkar həkimin rəsmi rəyi idi. Ailə üzvləri dərhal hüquq mühafizə orqanlarına müraciət etdilər. Onlar şikayət yazdılar. Onlar tələb etdilər ki, araşdırma aparılsın. Lakin onlara cavab verildi ki, bu sadəcə tibbi xəta ola bilər və cinayət tərkibi yoxdur. Ailə üzvləri təəccübləndi. Onlar soruşdular, necə cinayət tərkibi yoxdur? Bir adam qəsdən susturulmuşdur. Bu cinayət deyilmi? Lakin məmurlar israr etdilər ki, bu sadəcə tibbi məsələdir və hüquqi tərəfi yoxdur. Ailə üzvləri başa düşdülər ki, sistem onlara qarşı işləyir. Onlar başa düşdülər ki, Mürtuzun susturulmasında iştirak edənlər çox güclüdürlər və onlar öz izlərini elə yaxşı gizlədiblər ki, heç bir rəsmi orqan onlara toxuna bilmir. Lakin ailə üzvləri təslim olmadılar. Onlar qərar verdilər ki, ictimaiyyətə müraciət edəcəklər. Onlar jurnalistləri dəvət etdilər. Onlar mətbuata müsahibə verdilər. Onlar dedilər ki, Mürtuz Ələsgərov siyasi cinayətin qurbanıdır. Onlar dedilər ki, o qəsdən susturulmuşdu. Onlar dedilər ki, həkimlərə əmr verilib ki, onu müalicə etməsinlər. Lakin bu müsahibələr heç bir nəticə vermədi. Çünki heç bir böyük media orqanı bu xəbəri dərc etmədi. Hamı sustu. Sanki hamıya əmr verilib ki, bu mövzuya toxunmasınlar. Ailə üzvləri ümidsizliyə düşdülər. Onlar başa düşdülər ki, Mürtuzun hekayəsi heç vaxt üzə çıxmayacaq. Onlar başa düşdülər ki, ədalət heç vaxt təmin olunmayacaq. Lakin onlar yenə də mübarizəni dayandırmadılar.
Çünki onlar bilirdilər ki, Mürtuz bunu istərdi. Siz düşünürsünüzmü ki, bir adamı susturmaq üçün onu öldürmək lazımdır, yoxsa onu lal etmək daha effektiv üsuldur? Mürtuz Ələsgərovun halı bizə nə deyir? O deyir ki, bəzən ölüm deyil, həyat daha dəhşətli cəza ola bilər. O deyir ki, bəzən səssizlik deyil, danışa bilməmək daha ağır əzabdır. Və o deyir ki, bəzən həqiqət deyil, yalanın qorunması daha güclü qüvvədir. Siz bu hekayəni eşidəndən sonra özünüzə sual verirsinizmi ki, sizin ətrafınızda neçə mürtuz var? Neçə adam var ki, onlar danışmaq istəyir, lakin danışa bilmir? Neçə həqiqət var ki, onlar üzə çıxmaq istəyir, lakin gizlədilir? 2014-cü ilin qış aylarında Mürtuzun evində qəribə bir hadisə baş verdi. Gecə yarısı ailə üzvləri yuxudan oyandılar. Onlar eşitdilər ki, kimsə evin həyətində gəzir. Onlar pəncərədən baxdılar və gördülər ki, iki kişi evin ətrafında dolaşır. Bu kişilər fənərlə nəsə axtarırdılar. Ailə üzvləri qorxdular. Onlar polisə zəng etmək istədilər, lakin o zaman kişilər getdilər. Ertəsi gün ailə üzvləri həyəti yoxladılar. Onlar gördülər ki, torpaq bir neçə yerdə qazmaq izləri var. Kimsə nəsə axtarmışdı, lakin nəyi? Ailə üzvləri başa düşə bilmədilər. Onlar düşündülər ki, bəlkə oğrular idi. Lakin heç nə oğurlanmamışdı. Heç bir şey pozulmamışdı. Sadəcə torpaq qazılmışdı. Niyə? Bir neçə gün sonra Mürtuzun qardaşı Rəşid bir şey xatırladı. O xatırladı ki, Mürtuz bir dəfə ona demişdi ki, o bəzi vacib sənədləri evinin həyətində gizlədib. O demişdi ki, əgər ona nəsə olarsa, bu sənədləri tapmaq lazımdır. Rəşid o vaxt bunu ciddi qəbul etməmişdi. O düşünmüşdü ki, Mürtuz sadəcə zarafat edir. Lakin indi o başa düşdü ki, bu zarafat deyildi. Mürtuz həqiqətən nəsə gizlətmişdi və indi kimsə bu şeyi tapmaq istəyirdi. Rəşid dərhal ailəyə xəbər verdi. Onlar hamısı həyətə çıxdılar və axtarışa başladılar. Onlar hər yeri qazdılar. Onlar hər daşın altına baxdılar. Lakin heç nə tapa bilmədilər. Sanki o sənədlər artıq götürülmüşdü. Sanki o gecə gələn kişilər onları tapmışdılar. Ailə üzvləri çox məyus oldular. Onlar başa düşdülər ki, Mürtuzun ən vacib sübutları əllərindən çıxıb. Onlar başa düşdülər ki, indi heç bir şey sübut edə bilməyəcəklər. Lakin Rəşid bir şey xatırladı. O xatırladı ki, Mürtuz ona demişdi ki, o sənədlərin surətlərini başqa yerdə də saxlayır. O demişdi ki, əgər bir yer təhlükəli olarsa, başqa yer var. Rəşid soruşdu. Harda? Lakin Mürtuz o vaxt cavab verməmişdi. O sadəcə gülümsəmişdi və demişdi, vaxt gələndə biləcəksən. İndi Rəşid düşünürdü ki, bu başqa yer harda ola bilər? O Mürtuzun bütün mümkün yerlərini xatırlamağa çalışdı. Onun iş otağı, kitabxanası, maşını, bağ evi, lakin heç biri düzgün görünmürdü. Çünki bütün bu yerlər artıq yoxlanılmışdı və heç nə tapılmamışdı. Sonra Rəşid bir şey xatırladı. Mürtuzun Qubada kiçik bir evi var idi. Bu ev Mürtuzun atasından qalmışdı. Mürtuz nadir hallarda oraya gedirdi. Lakin o, bu evi çox sevirdi. Çünki orada uşaqlıq xatirələri var idi. Rəşid düşündü ki, bəlkə Mürtuz sənədləri orada gizlədib. O dərhal Qubaya getmək qərarına gəldi. O heç kimə demədi, çünki o qorxurdu ki, əgər kimsə bilsə, onlar da oraya gedəcəklər. O tək getdi. O gecə vaxtı yola düşdü. O Qubaya çatanda artıq səhər açılmışdı. O evin qapısını açdı və içəri girdi. Ev çox köhnə idi. Hər şey tozlu idi. Lakin Rəşid bilirdi ki, nəyi axtarır. O evin zirzəmisinə indi. Orada köhnə sandıqlar var idi. O sandıqları açdı və orada ən alt sandığın dibində o bir zərf tapdı. Zərfin üzərində Mürtuzun əl yazısı ilə yazılmışdı. Əgər bunu oxuyursansa, deməli mən artıq danışa bilmirəm. Bu sənədlər həqiqətdir. Onları qoru, onları dünyaya çatdır. Rəşid zərfi açdı. İçərisində onlarla səhifə var idi. Sənədlər, fotoşəkillər, qeydlər. Rəşid bu səhifələri oxumağa başladı və o oxuduqca dəhşətə gəlirdi. Çünki bu sənədlərdə elə şeylər yazılmışdı ki, onlar Azərbaycanın 90-cı illərinin bütün qaranlıq sirlərini açıqlayırdı. Orada yazılmışdı ki, hansı qərarlar necə qəbul edildi? Orada yazılmışdı ki, hansı pullar hara köçürüldü? Orada yazılmışdı ki,
hansı adamlar hansı cinayətlər etdi və ən əsası, orada yazılmışdı ki, kim Mürtuzun susturulmasını əmr etdi. Rəşid bu sənədləri oxuyanda əlləri titrəyirdi. O başa düşdü ki, bu sənədlər çox təhlükəlidir. O başa düşdü ki, əgər bu sənədlər üzə çıxsa, çox güclü adamlar məsuliyyətə cəlb olunacaq. O başa düşdü ki, ona görə də Mürtuz susturulmuşdu. Çünki o bu sənədləri açıqlamaq istəyirdi və onlar buna imkan verməmişdilər. Rəşid qərar verdi ki, bu sənədləri təhlükəsiz yerə aparacaq. O zərfi götürdü və evdən çıxdı. Lakin o evdən çıxanda gördü ki, evin qarşısında bir maşın dayanıb. Maşında 2 kişi oturur. Onlar Rəşidə baxırlar. Rəşid başa düşdü ki, o izlənilir. O başa düşdü ki, onlar bilirlər ki, o nəyi axtarır. Və onlar gözləyirlər ki, o onu tapsın. Çünki onlar da bu sənədləri istəyirlər. Rəşid tez düşündü. O bilirdi ki, əgər o bu sənədləri onlara versə, onlar məhv ediləcək. O bilirdi ki, əgər o qaçmağa çalışsa, onlar onu tutacaqlar. O bilirdi ki, ona çox az vaxt qalıb. O qərar verdi ki, sənədləri gizlədəcək. O tez evin arxasına keçdi. Orada köhnə bir quyu var idi. O sənədləri plastik torbaya qoydu və quyunun divarındakı çatda gizlətdi. Sonra o boş əllərdə evin qabağına qayıtdı. Kişilər maşından düşdülər və ona yaxınlaşdılar. Onlar soruşdular, sən burada nə edirsən? Rəşid cavab verdi, mən sadəcə ata, evimə baş çəkməyə gəlmişəm. Kişilər ona inanmadılar. Onlar dedilər, biz bilirik ki, sən nəsə axtarırsan, onu bizə ver. Rəşid dedi, mən heç nə tapmadım. Kişilər onu itələdilər və evə girdilər. Onlar hər yeri axtardılar, lakin heç nə tapa bilmədilər. Çünki sənədlər artıq quyuda idi. Kişilər qəzəblə Rəşidə baxdılar. Onlar dedilər, əgər sən bizə yalan deyirsənsə, sən peşman olacaqsan. Sonra onlar getdilər. Rəşid bir neçə saat gözlədi. O əmin olmaq istəyirdi ki, onlar həqiqətən getdilər. Sonra o quyuya qayıtdı və sənədləri götürdü. O sənədləri maşınına gizlətdi və Bakıya qayıtdı. O bilirdi ki, bu sənədləri təhlükəsiz yerə aparmalıdır. O bilirdi ki, bu sənədlər Mürtuzun son ümididir və o, bu ümidi məhv etməyə imkan verməyəcəkdi. Siz heç düşünmüsünüzmü ki, həqiqət nə qədər ağırdır? Siz heç düşünmüsünüzmü ki, həqiqəti qorumaq üçün nə qədər cəsarət lazımdır? Rəşidin etdiyi iş sadə deyildi. O öz həyatını riskə atdı. O öz ailəsini təhlükəyə saldı. Lakin o bunu etdi. Çünki o bilirdi ki, Mürtuz bunu istərdi. O bilirdi ki, həqiqət hər şeydən vacibdir. Və o bilirdi ki, əgər o bu sənədləri qorumasa, Mürtuzun qurbanı boşa gedəcək. Siz belə bir vəziyyətdə nə edərdiniz? Siz həqiqəti qorumaq üçün öz həyatınızı riskə atardınızmı? Yoxsa susub kənarda durardınız? 2015-ci ilin yaz aylarında Mürtuzun sağlamlıq vəziyyəti daha da pisləşdi. O artıq yataqdan qalxa bilmirdi. Onun bədəni zəifləmişdi. Lakin ən qəribəsi bu idi ki, onun ağlı hələ də aydın idi. O hər şeyi başa düşürdü. O ətrafında baş verənləri görürdü. O, ailə üzvlərinin üzündəki kədəri hiss edirdi. Lakin o, heç nə edə bilmirdi. O sadəcə gözləri ilə danışa bilirdi və onun gözləri çox şey deyirdi. Onlar deyirdi ki, o əziyyət çəkir. Onlar deyirdi ki, o kömək istəyir. Onlar deyirdi ki, o həqiqətin üzə çıxmasını istəyir. Lakin heç kim onu başa düşmürdü. Yoxsa başa düşmək istəmirdi. Mürtuzun həkimi, doktor Rəşid, artıq vicdanının əzabını çəkə bilmirdi. O bilirdi ki, Mürtuz əziyyət çəkir. O bilirdi ki, Mürtuzun müalicəsi səhvdir. O bilirdi ki, ona verilən dərmanlar onu öldürür. Lakin o heç nə edə bilmirdi. Çünki ona əmr verilib ki, sussun. Lakin bir gün doktor Rəşid qərar verdi ki, daha susa bilməz. O qərar verdi ki, həqiqəti deyəcək. O Mürtuzun ailəsini çağırdı və onlara hər şeyi danışdı. O dedi ki, Mürtuzun xəstəliyi qəsdən yaradılıb. O dedi ki, ona verilən dərmanlar onu susturmaq üçündür. O dedi ki, bütün bunlar yuxarıdan əmrlə edilir. Ailə üzvləri artıq bunu bilirdilər. Lakin doktor Rəşidin ağzından eşitmək fərqli idi. Çünki bu, rəsmi təsdiq idi. Doktor Rəşid davam etdi. Mən sizə bir şey daha deyəcəyəm.
Mürtuz bəyin beynində olan zədə təbii deyil. Bu xarici təsir nəticəsində yaranıb və mən bilirəm ki, bu təsir necə edilib. Mürtuz bəyə 2013-cü ilin mart ayında xüsusi bir iynə vurulub. Bu iynədə neyrotoksik maddə var idi. Bu maddə beynin danışıq mərkəzini zədələyib və bu zədə qəsdən edilib. Çünki bu maddə elə dozada verilib ki, o Mürtuz bəyi öldürməsin, sadəcə danışa bilməsin. Ailə üzvləri şok oldular. Onlar soruşdular, siz bunu necə bilirsiniz? Doktor Rəşid cavab verdi. Çünki mən o iynəni vuran həkim idim. Mənə dedilər ki, bu adi vitamindir. Lakin sonra mən öyrəndim ki, bu vitamin deyil, zəhərdir. Və mən özümü bağışlaya bilmirəm. Mən Mürtuz bəyi öldürən adamam. Doktor Rəşidin bu etirafı hər şeyi dəyişdi. Çünki bu artıq dolayı sübutdur. Bu birbaşa etirafdır. Ailə üzvləri soruşdular, sizə kim əmr verdi? Doktor Rəşid cavab verdi. Mən adını deyə bilmərəm, çünki mən qorxuram. Lakin mən sizə deyə bilərəm ki, bu adam çox güclüdür. O tibb sistemində yüksək vəzifədədir və o, siyasi qüvvələrlə əlaqəlidir. O mənə dedi ki, əgər mən bu iynəni vurmasam, məni işdən qovacaqlar və hətta daha pis şeylər edəcəklər. Mən qorxdum və razılaşdım. Lakin indi mən peşmanam. Mən bilirəm ki, mən cinayət etmişəm və mən bunun cəzasını çəkməliyəm. Ailə üzvləri Doktor Rəşiddən xahiş etdilər ki, o bu etirafı rəsmi olaraq etsin. Onlar dedilər ki, o prokurorluğa getməlidir, o ifadə verməlidir. Çünki ancaq bu yolla ədalət təmin oluna bilər. Lakin Doktor Rəşid qorxurdu. O dedi, əgər mən prokurorluğa getsəm, məni öldürəcəklər. Onlar mənə icazə verməyəcəklər ki, ifadə verim. Onlar məni yolda saxlayacaqlar və mən heç vaxt prokurorluğa çatmayacağam. Ailə üzvləri başa düşdülər ki, Doktor Rəşid haqlıdır. Onlar başa düşdülər ki, sistem elə qurulub ki, heç kim həqiqəti deyə bilməsin. Onlar başa düşdülər ki, Mürtuzun cinayətkarları heç vaxt cəzalandırılmayacaq, çünki onlar çox güclüdülər və onlar sistemin özüdülər. Lakin Doktor Rəşid bir şey təklif etdi. O dedi, mən sizə bir şey verə bilərəm. Mən o iynənin qalığını saxlamışam. Mən onu laboratoriyada gizlətmişəm. Əgər siz bu iynəni ekspertizaya göndərsəniz, siz sübut edə biləcəksiniz ki, Mürtuz bəy zəhərlənib. Və bu sizin əlinizdə olan yeganə sübutdur. Ailə üzvləri sevindilər. Onlar Doktor Rəşiddən xahiş etdilər ki, o bu iynəni onlara versin. Doktor Rəşid razılaşdı. O dedi ki, sabah gətirəcək. Lakin sabah o gəlmədi. Ailə üzvləri ona zəng etdilər, lakin telefon cavab vermirdi. Onlar onun evinə getdilər, lakin qapını heç kim açmadı. Onlar qonşulara soruşdular. Qonşular dedilər ki, Doktor Rəşid bu səhər tezdən evdən çıxıb və bir daha qayıtmayıb. Ailə üzvləri narahat oldular. Onlar polisə müraciət etdilər. Lakin polis dedi ki, Doktor Rəşid itkin düşməyib. O sadəcə əlaqə saxlamır və bu cinayət deyil. Ailə üzvləri başa düşdülər ki, Doktor Rəşid yoxa çıxarılıb. Onlar başa düşdülər ki, o susturulmuşdu və indi onların əlində heç bir sübutu qalmamışdı. Çünki o iynə də yox olmuşdu. Ailə üzvləri ümidsizliyə düşdülər. Onlar başa düşdülər ki, Mürtuzun cinayətkarları hər şeyi nəzərə almışdılar. Onlar hər bir sübutu məhv etmişdilər. Onlar hər bir şahidi susturmuşdular və indi heç nə qalmamışdı. Lakin bir şey qalmışdı. Rəşidin Qubada tapdığı sənədlər. O sənədlər hələ də təhlükəsiz yerdə idi və o sənədlər Mürtuzun son ümidi idi. Ailə üzvləri qərar verdilər ki, bu sənədləri dünyaya çatdıracaqlar. Onlar qərar verdilər ki, Mürtuzun hekayəsini danışacaqlar. Onlar qərar verdilər ki, ədalət təmin olunacaq. Hətta bu, onların ömrünü alsa belə. Siz düşünürsünüzmü ki, Doktor Rəşid hara getdi? O həqiqətən yoxa çıxarıldı? Yoxsa o sadəcə qaçdı? Və əgər o yoxa çıxarıldısa, kim etdi bunu? Eyni adamlarmı ki, Mürtuzun dilini bağladılar? Eyni sistemmi ki, həqiqəti gizlədir? Və ən əsası, neçə Doktor Rəşid var bu ölkədə? Neçə həkim var ki, onlar vicdanlarının əzabını çəkirlər, lakin danışmağa qorxurlar? Neçə insan var ki, onlar həqiqəti bilirlər, lakin sussunlar? Bu sualların cavabını tapmaq bizim hamımızın borcudur. Çünki əgər biz bu suallara cavab tapmasaq, Mürtuzun hekayəsi təkrarlanacaq
və başqa mürtuzlar da susturulacaq. Təsəvvür edin ki, siz 12 nəfərlik gizli qrupun üzvüsünüz və hər biriniz Mürtuz Ələsgərovun ən dərin sirlərini bilirsiniz. Hər bir tibbi analiz, hər bir gizli görüş, hər bir şübhəli əməliyyat haqqında məlumatınız var. Siz bilirsiniz ki, hansı iynələr vurulub, hansı sənədlər imzalanıb, hansı qərarlar qəbul edilib. İndi təsəvvür edin ki, 2013-cü ilin mart ayının 22-sində saat 14:35-də sizə zəng gəlir və sərt bir səslə deyilir: ya sən Mürtuz Ələsgərovun susturulmasında iştirak edirsən, ya da öz karyeranı, ailəni, hətta həyatını itirirsən. Bu 12 nəfər kim idi? Onlar Mürtuzun ən yaxın həmkarları, onun şəxsi həkimləri, onun mühafizə xidməti rəhbərləri, hətta onun ailə dostları idi. Və 2013-cü ilin mart ayında bu 12 nəfər bir otaqda toplandılar və bir qərar verdilər ki, o qərar Mürtuzun taleyini həmişəlik dəyişdi. Onlar qərar verdilər ki, Mürtuz Ələsgərov daha danışmamalıdır. Lakin nə onları bu qədər qorxutdu ki, öz dostlarını, öz həmkarlarını belə ağır qərarla üz-üzə qoydular? Və bu 12 nəfərdən neçəsi bu gün hələ də yaşayır, vicdanının əzabını çəkir və gecələr yata bilmir. Bu 12 nəfərlik qrupun adı heç bir rəsmi sənəddə keçmir. Lakin Mürtuzun arxivində tapılan qeydlərdə onlara dairə deyilirdi. Sadəcə dairə. Heç bir başqa izah yox idi. Mürtuz bu qeydlərdə yazmışdı ki, dairə 2012-ci ildə yaradılıb və onun məqsədi 90-cı illərin ən qaranlıq sirlərini qorumaq idi. Bu sirlər o qədər ağır idi ki, əgər onlar üzə çıxsaydı, Azərbaycanın siyasi xəritəsi tamamilə dəyişərdi. Dairənin üzvləri arasında Tibb Nazirinin müavini, Daxili İşlər Nazirliyinin keçmiş yüksək rütbəli zabiti, Milli Məclisin 2 keçmiş deputatı, 3 tanınmış həkim və Mürtuzun özünün ən yaxın məsləhətçisi var idi. Onların hamısı bir şey bilirlər. Mürtuz Ələsgərov çox şey bilirdi və əgər o danışsaydı, onların hamısı məhv olardı. 2013-cü ilin fevral ayında dairənin ilk iclası keçirildi. Bu iclasda müzakirə edildi ki, Mürtuz Ələsgərov getdikcə təhlükəli olur. O açıq-açığa deyirdi ki, 90-cı illərdə edilmiş cinayətlər üzə çıxmalıdır. O deyirdi ki, oğurlanan milyardlar haqqında danışacaq. O deyirdi ki, qətlə yetirilmiş jurnalistlərin, müxalifət liderlərinin, hətta adi vətəndaşların qatillərinin adlarını açıqlayacaq. Dairənin üzvləri başa düşdülər ki, Mürtuz dayandırılmalıdır. Lakin necə? Onu öldürmək çox şübhəli olardı. Çünki Mürtuz ictimai şəxsiyyət idi. Onun ölümü böyük əks-səda doğurardı. Ona görə də onlar başqa bir yol seçdilər. Onlar qərar verdilər ki, Mürtuzun dilini bağlayacaqlar. Elə edəcəklər ki, o danışa bilməsin və bu, ölümdən də dəhşətli bir cəza olacaqdı. Dairənin üzvlərindən biri keçmiş Daxili İşlər Nazirliyinin polkovniki təklif etdi ki, xüsusi bir neyrotoksik maddə istifadə edilsin. Bu maddə Sovet dövründən qalan gizli laboratoriyalarda hazırlanırdı və onun təsiri elə idi ki, o insanın danışıq mərkəzini zədələyirdi, lakin heç bir iz buraxmırdı. Polkovnik dedi, bu maddə elə təsir edir ki, insan danışa bilmir, lakin beyni işləyir. Yəni o hər şeyi başa düşür, lakin heç nə deyə bilmir. Bu ən mükəmməl cəzadır. Çünki o, ömrünün sonuna qədər öz acizliyini yaşayacaq. Dairənin üzvləri bu təklifi müzakirə etdilər. Bəziləri etiraz etdilər. Onlar dedilər ki, bu çox qəddar üsuldur. Lakin əksəriyyət razılaşdı. Çünki onlar başqa çıxış yolu görmürdülər. Və beləliklə, Mürtuz Ələsgərovun aqibəti həll olundu. Lakin bu qərarı kim icra edəcəkdi? Dairənin üzvləri arasında ən uyğun namizəd Doktor Rəşid idi. Çünki o, Mürtuzun şəxsi həkimi idi və ona asanlıqla yaxınlaşa bilərdi. Doktor Rəşidə təklif edildi ki, o Mürtuzə vitamin iynəsi vursun. Ona deyildi ki, bu sadəcə profilaktik müalicədir. Lakin həqiqətdə bu iynədə neyrotoksik maddə olacaqdı. Doktor Rəşid əvvəlcə imtina etdi. O dedi ki, o həkim andı içib və xəstəyə zərər verə bilməz. Lakin ona təzyiq göstərildi. Ona deyildi ki, əgər o bu iynəni vurmazsa, onun özünün və ailəsinin başına böyük bəla gələcək. Ona deyildi ki, onun oğlu universitetdən qovulacaq, arvadı işdən çıxarılacaq və özü həbsxanaya düşəcək. Doktor Rəşid qorxdu və razılaşdı. O, öz vicdanını satdı. Və 2013-cü ilin mart ayının 23-də o Mürtuz Ələsgərova o iynəni vurdu. İynə vurulduqdan sonra Mürtuz dərhal dəyişiklik hiss etdi.
O başının ağrıdığını, dilinin ağırlaşdığını hiss etdi. O danışmaq istədi, lakin sözlər çıxmadı. O qorxdu və doktor Rəşidə baxdı. Doktor Rəşid onun gözlərindəki dəhşəti gördü və başa düşdü ki, nə etdiyini. O başa düşdü ki, o bir insanın həyatını məhv etdi. Lakin artıq gec idi. Zəhər artıq Mürtuzun qanına qarışmışdı və beyninə çatmışdı. Bir neçə saat sonra Mürtuz tamamilə danışa bilmədi. Onun dili sanki daşlaşmışdı. O ağzını açırdı, lakin heç bir səs çıxmırdı. Və bu, onun ömrünün sonuna qədər davam edəcəkdi. Dairənin üzvləri Mürtuzun vəziyyətini öyrənəndə razı qaldılar. Onlar bildilər ki, artıq Mürtuz təhlükə deyil. O daha heç vaxt danışa bilməyəcək. Onların sirləri təhlükəsiz qalacaq. Lakin onlardan biri, Mürtuzun keçmiş məsləhətçisi Elşad bəy bu qərara etiraz etdi. O dedi ki, bu cinayətdir və onlar bunun cavabını verəcəklər. Lakin digərlər ona güldülər. Onlar dedilər ki, heç kim heç nə sübut edə bilməyəcək. Çünki onlar hər şeyi düşünmüşdülər. Tibbi sənədlər məhv ediləcək, şahidlər susturulacaq və Mürtuzun xəstəliyi təbii hal kimi qeyd olunacaq. Elşad bəy başa düşdü ki, o tək qalıb. O başa düşdü ki, əgər o etiraz etsə, onu da susturacaqlar. Ona görə də o sustu. Lakin onun vicdanı onu rahat buraxmadı. 2014 ilin yayında Elşad bəy artıq dözə bilmədi. O qərar verdi ki, Mürtuzun ailəsi də danışacaq. O onlara hər şey deyəcək. Lakin o bilirdi ki, bu çox təhlükəlidir. Ona görə də o, gizli görüş təşkil etdi. O, Mürtuzun oğlunu kiçik bir kafeyə çağırdı və ona hər şeyi danışdı. O dedi ki, Mürtuz qəsdən susturulmuşdu. O dedi ki, Dairə adlı gizli qrup bunu etmişdi. O dedi ki, bu qrupun üzvləri hələ də azaddılar və qorxmurlar. Mürtuzun oğlu şok oldu. O soruşdu. Siz bu qrupun üzvlərinin adlarını bilirsinizmi? Elşad bəy cavab verdi. Bəli, bilirəm. Lakin mən onları sizə deyə bilmərəm. Çünki əgər mən deysəm, məni öldürəcəklər. Lakin mən sizə bir şey deyə bilərəm. Bu qrupun rəhbəri çox güclü bir adamdır. O hələ də hakimiyyətdədir və o hər şeyə qadirdir. Elşad bəy davam etdi. Mən sizə bir məsləhət verəcəyəm. Mürtuz bəyin Qubadakı evində gizli sənədlər var. O sənədlərdə dairənin bütün üzvlərinin adları, onların etdiyi cinayətlər və Mürtuzun susturulması haqqında sübutlar var. Əgər siz o sənədləri tapsanız, siz hər şeyi sübut edə biləcəksiniz. Mürtuzun oğlu təşəkkür etdi və dedi ki, dərhal Qubaya gedəcək. Lakin Elşad bəy onu saxladı və dedi, diqqətli olun, çünki dairə sizin hər addımınızı izləyir. Onlar bilirlər ki, siz nə axtarırsınız və onlar sizə icazə verməyəcəklər ki, o sənədləri tapasınız. Mürtuzun oğlu soruşdu, bəs siz niyə mənə kömək edirsiniz? Elşad bəy cavab verdi, çünki mən peşmanam. Mən Mürtuz bəyin susturulmasında iştirak etdim. Mən o iclasdaydım, mən etiraz etmədim. Və indi mən bunun əzabını çəkirəm. Mən istəyirəm ki, ən azından həqiqət üzə çıxsın. Elşad bəylə görüşdən bir həftə sonra o yoxa çıxdı. Onun ailəsi polisə müraciət etdi. Lakin polis dedi ki, Elşad bəy sadəcə əlaqə saxlamır və bu cinayət deyil. Mürtuzun ailəsi başa düşdü ki, Elşad bəy də susturulmuşdur. Onlar başa düşdülər ki, dairə hələ də fəaldır və hər kəsi susturmağa qadirdir. Lakin onlar təslim olmadılar. Çünki onlar artıq bilirlər ki, Qubada gizli sənədlər var və o sənədlər onların yeganə ümididir. Siz düşünürsünüzmü ki, dairə hələ də mövcuddur? Siz düşünürsünüzmü ki, bu 12 nəfər hələ də yaşayır və rahat yatır? Yoxsa onların da vicdanı narahatdır? Və əgər onlardan biri bugün üzə çıxıb həqiqəti desə, nə baş verər? Ona inanarlarmı? Yoxsa onu da susturarlar? Bu sualların cavabını tapmaq çox vacibdir. Çünki dairə təkcə Mürtuzun deyil, bəlkə də başqalarının da taleyini həll edib. Və əgər biz bu sirri açmasaq, bu cinayət təkrarlanacaq. Mürtuz Ələsgərovun xəstəxanada keçirdiyi son günlər onun bədəninin tədricən söndüyünü göstərirdi. Lakin ən dəhşətlisi bu deyildi. Ən dəhşətlisi bu idi ki, onun beyni hələ də işləyirdi. O hər şeyi başa düşürdü. O eşidirdi ki, həkimlər onun haqqında nə danışırlar. O görürdü ki, ailə üzvləri necə ağlayırlar.
O hiss edirdi ki, ölüm yaxınlaşır. Lakin o, heç nə edə bilmirdi. O sadəcə gözləri ilə baxırdı və onun gözlərində elə bir acı var idi ki, onu görən hər kəs ürək ağrısı hiss edirdi. Mürtuzun bədəni artıq ona itaət etmirdi. Əlləri titrəyirdi, ayaqları hərəkət etmirdi, dili danışmırdı. Lakin beyni hələ də canlı idi və bu ən böyük əzab idi. Çünki o, öz acizliyini hər saniyə yaşayırdı. Mürtuzun şəxsi həkimi doktor Rəşid artıq xəstəxanaya gəlmirdi. O Mürtuzun üzünə baxa bilmirdi. Çünki o bilirdi ki, Mürtuzun bu halına o səbəb olmuşdu. O bilirdi ki, o iynəni vuran özü idi və bu onu içdən yeyirdi. Doktor Rəşid gecələr yata bilmirdi. O yuxusunda Mürtuzun gözlərini görürdü. O gözlər ona baxırdı və sanki soruşurdu. Niyə? Niyə sən mənə bunu etdin? Doktor Rəşid cavab verə bilmirdi. Çünki o, özü də bilmirdi ki, niyə razılaşdı. O sadəcə qorxmuşdu və bu qorxu onu cinayətkar etmişdi. 2015-ci ilin payızında Mürtuzun sağlamlıq vəziyyəti kritik hala düşdü. Həkimlər dedilər ki, onun ürəyi zəifləyib və hər an dayana bilər. Ailə üzvləri xəstəxanada növbə tuturdular. Onlar bilirdilər ki, son günlər gəlib. Lakin bir gecə qəribə bir hadisə baş verdi. Gecə yarısı Mürtuzun otağına bir kişi daxil oldu. Bu kişi tibbi xalat geyinmişdi, lakin o həkim deyildi. O, Mürtuzun yatağının yanında dayandı və ona baxdı. Sonra o cibindən kiçik bir şüşə çıxardı. Bu şüşədə şəffaf maye var idi. O, bu mayeni Mürtuzun damar yoluna yeritməyə hazırlaşdı. Lakin o anda Mürtuzun oğlu otağa daxil oldu. O kişini gördü və qışqırdı. Siz kimsiniz? Burada nə edirsiniz? Kişi çaşdı və şüşəni yerə atdı. Şüşə sındı və maye döşəməyə töküldü. Kişi tələsik otaqdan çıxdı və qaçdı. Mürtuzun oğlu onun arxasınca qaçdı. Lakin kişi çox tez yoxa çıxdı. Mürtuzun oğlu geri qayıdıb döşəməyə baxdı. O, sınmış şüşənin qalıqlarını gördü. O, bu qalıqları ehtiyatla yığdı və bir torbaya qoydu. Sonra o təcili olaraq laboratoriyaya göndərdi. Bir neçə gün sonra laboratoriya nəticəsi gəldi. Nəticədə yazılırdı ki, bu maye güclü zəhərdir. Əgər bu maye Mürtuzun qanına daxil olsaydı, o bir neçə dəqiqə ərzində ölərdi. Və bu ölüm təbii ürək dayanması kimi görünərdi. Mürtuzun oğlu başa düşdü ki, o gecə Mürtuzun həyatını xilas etdi. O başa düşdü ki, kimsə Mürtuzun ölümünü sürətləndirmək istəyirdi. Lakin kim və niyə? Mürtuzun oğlu bu hadisəni polisə bildirdi. Lakin polis dedi ki, bu sadəcə səhv ola bilər. Bəlkə o kişi səhv otağa daxil olmuşdur. Bəlkə o başqa xəstəyə dərman vermək istəyirdi. Mürtuzun oğlu etiraz etdi. O dedi ki, bu səhv deyil, qəsddir. O dedi ki, o maye zəhərdir və laboratoriya nəticəsi bunu sübut edir. Lakin polis dedi ki, laboratoriya nəticəsi kifayət deyil. Çünki heç kim sübut edə bilməz ki, o kişi qəsdən zəhər gətirmişdir. Bəlkə o sadəcə səhv etmişdir. Mürtuzun oğlu başa düşdü ki, polis ona kömək etməyəcək. O başa düşdü ki, sistem yenə də Mürtuzun əleyhinə işləyir. Lakin bu hadisə Mürtuzun ailəsinə bir şey başa saldı. Onlar başa düşdülər ki, Mürtuz sadəcə susturulmuş deyil, həm də öldürülmək istəndir. Onlar başa düşdülər ki, kimsə çox tələsir ki, Mürtuz ölsün. Çünki bəlkə də Mürtuz hələ də təhlükəlidir. Bəlkə də o, hələ də nəsə bilir. Bəlkə də o, hələ də nəsə edə bilər və bu onları qorxudur. Ona görə də onlar Mürtuzun ölümünü sürətləndirmək istəyirlər. Lakin ailə üzvləri qərar verdilər ki, Mürtuzun həyatını qoruyacaqlar. Onlar qərar verdilər ki, xəstəxanada daim növbə tutacaqlar. Onlar qərar verdilər ki, heç kəsə Mürtuzun otağına tək daxil olmağa icazə verməyəcəklər. Mürtuzun son günləri ağır keçdi. Onun bədəni getdikcə zəifləyirdi. Onun nəfəsi çətinləşirdi. Onun ürəyi zəif döyünürdü. Lakin o, hələ də yaşayırdı. O, hələ də mübarizə aparırdı. Çünki o bilirdi ki, onun ailəsi onun uğrunda mübarizə aparır. O bilirdi ki, onlar həqiqəti axtarırlar. Və o istəyirdi ki, onlar uğur qazansınlar. O istəyirdi ki, onun qurbanı boşa getməsin. Ona görə də o yaşamağa çalışırdı. Hər nəfəsi bir mübarizə idi. Hər ürək döyüntüsü bir qələbə idi. Və ailə üzvləri bunu görürdülər və güc tapırdılar. Siz heç düşünmüsünüzmü ki,
Ölüm yatağında olan bir insan nə düşünür? Mürtuz Ələsgərov nə düşünürdü? O düşünürdümü ki, öz həyatını boşa yaşadı? Yoxsa o düşünürdü ki, həqiqət uğrunda mübarizə aparmaq dəyərli idi? O peşmandırmı ki, danışmaq istədi? Yoxsa o qürur duyurdu ki, qorxmadı? Bu sualların cavabını heç kim bilmir. Çünki Mürtuz danışa bilmirdi. Lakin onun gözləri danışırdı. Və onun gözləri deyirdi ki, o peşman deyil. O deyirdi ki, həqiqət hər şeydən vacibdir. Və o deyirdi ki, mübarizə davam etməlidir. Azərbaycanın dövlət arxivlərində Mürtuz Ələsgərovun adına rast gəlmək çətindir. Onun haqqında rəsmi sənədlər çox azdır. Onun Milli Məclis sədri kimi fəaliyyəti haqqında protokollar, qərarlar, çıxışlar var. Lakin onun şəxsi həyatı, onun son illəri, onun xəstəliyi haqqında heç bir rəsmi sənəd yoxdur. Sanki kimsə qəsdən bütün izləri silmişdi. Sanki kimsə istəmişdir ki, Mürtuz Ələsgərov tarixdən silinsin. Lakin niyə? Nə var idi Mürtuzun biliklərində ki, onu bu qədər təhlükəli edirdi? Və hansı sənədlər məhv edildi ki, həqiqət heç vaxt üzə çıxmasın? 2018-ci ildə bir qrup müstəqil jurnalist qərar verdi ki, Mürtuz Ələsgərovun arxivini araşdırsınlar. Onlar dövlət arxivlərinə müraciət etdilər və Mürtuzun adına olan bütün sənədləri tələb etdilər. Lakin onlara deyildi ki, bu sənədlər məxfidir və onlara baxmaq üçün xüsusi icazə lazımdır. Jurnalistlər bu icazəni almağa çalışdılar. Lakin onlara deyildi ki, bu icazə yalnız dövlət orqanları tərəfindən verilə bilər. Jurnalistlər dövlət orqanlarına müraciət etdilər, lakin onlara cavab verilmədi. Jurnalistlər başa düşdülər ki, onlara bu sənədlərə baxmağa icazə verilməyəcək. Onlar başa düşdülər ki, bu sənədlər qorunur. Və bu onlara dedi ki, bu sənədlərdə çox vacib məlumatlar var. Lakin jurnalistlər təslim olmadılar. Onlar başqa yol axtardılar. Onlar Mürtuzun keçmiş həmkarları ilə danışdılar. Onlar Mürtuzun ailə üzvləri ilə görüşdülər. Onlar Mürtuzun şəxsi arxivini araşdırdılar. Və onlar bir neçə maraqlı şey tapdılar. Onlar tapdılar ki, Mürtuz 90-cı illərdə bir neçə gizli iclasda iştirak etmişdir. Bu iclaslar heç bir rəsmi protokolda qeyd olunmamışdır. Lakin Mürtuzun şəxsi qeydlərində bu iclaslar haqqında məlumat var idi. Mürtuz yazmışdı ki, bu iclasda müzakirə edildi ki, necə milyardlarla dollar xaricə köçürülsün. O yazmışdı ki, bu iclasda müzakirə edildi ki, necə müxalifət susturulsun. O yazmışdı ki, bu iclasda müzakirə edildi ki, necə jurnalistlər qorxudulsun. Jurnalistlər bu qeydləri oxuyanda şok oldular. Onlar başa düşdülər ki, Mürtuz çox ciddi məlumatlar bilirdi. Onlar başa düşdülər ki, bu məlumatlar üzə çıxsa, çox güclü adamlar məsuliyyətə cəlb olunardı. Onlar başa düşdülər ki, ona görə də Mürtuz susturulmuşdu. Çünki o, bu məlumatları açıqlamaq istəyirdi. Lakin jurnalistlər bir problemlə üzləşdilər. Mürtuzun qeydləri kifayət deyildi. Çünki bu qeydlər sadəcə onun şəxsi fikirləri idi. Onlar rəsmi sənəd deyildi. Ona görə də onlar sübutu deyildi. Jurnalistlər başa düşdülər ki, onlara rəsmi sənədlər lazımdır. Onlara arxiv sənədləri lazımdır. Lakin bu sənədlər onlara verilmirdi. Jurnalistlər qərar verdilər ki, başqa bir yol sınayacaqlar. Onlar arxivdə işləyən bir əməkdaşla əlaqə saxladılar. Bu əməkdaş, Leyla xanım, 20 il arxivdə çalışmışdı. O bütün sənədlərin harda saxlandığını bilirdi. Jurnalistlər ona xahiş etdilər ki, Mürtuz Ələsgərovun sənədlərini tapsın. Leyla xanım əvvəlcə imtina etdi. O dedi ki, bu qadağandır və əgər o tutularsa, işdən qovulacaq. Lakin jurnalistlər ona izah etdilər ki, bu çox vacibdir. Onlar ona dedilər ki, Mürtuz Ələsgərov cinayətin qurbanıdır və həqiqət üzə çıxmalıdır. Leyla xanım düşündü və razılaşdı. O dedi ki, cəhd edəcək. Bir neçə həftə sonra Leyla xanım jurnalistlərlə görüşdü. O onlara dedi ki, Mürtuz Ələsgərovun sənədlərini tapdı. Lakin o çox qəribə bir şey gördü. O gördü ki, Mürtuzun sənədlərinin böyük bir hissəsi arxivdən çıxarılmışdır. O gördü ki, bu sənədlər 2014 ilin may ayında çıxarılmışdır və bu sənədlər heç vaxt geri qaytarılmamışdır. Leyla xanım dedi ki, bu çox qeyri-adi haldır. Çünki arxivdən çıxarılan sənədlər mütləq geri qaytarılmalıdır. Lakin bu sənədlər qaytarılmamışdır və heç bir izahat yoxdur ki, onlar hara gedib. Jurnalistlər soruşdular. Siz bilirsinizmi ki, bu sənədləri kim çıxarıb? Leyla xanım cavab verdi. Bəli, bilirəm. Çünki arxivdə hər sənədin çıxarılması qeydə alınır və bu qeyddə yazılır ki,
Bu sənədləri Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti çıxarıb. Onun adı General Telman Həsənovdur. O bu sənədləri rəsmi araşdırma üçün çıxardığını deyib. Lakin bu sənədlər heç vaxt geri qaytarılmayıb. Jurnalistlər bu adı eşidəndə başa düşdülər ki, bu sadə hadisə deyil. Çünki General Telman Həsənov dairənin üzvlərindən biri idi. O, Mürtuzun susturulmasında iştirak edən adamlardan biri idi. Və indi o, Mürtuzun sənədlərini məhv etmişdi. Jurnalistlər qərar verdilər ki, General Telman Həsənovla danışacaqlar. Onlar ona zəng etdilər və müsahibə tələb etdilər. Lakin general imtina etdi. O dedi ki, o təqaüddədir və heç kimlə danışmaq istəmir. Jurnalistlər israr etdilər. Onlar dedilər ki, onların çox vacib sualları var. Lakin general yenə də imtina etdi. O dedi ki, əgər onlar onu narahat etməyə davam etsələr, o polisə şikayət edəcək. Jurnalistlər başa düşdülər ki, general danışmayacaq. Onlar başa düşdülər ki, o qorxur və bu qorxu onlara dedi ki, general həqiqətən günahkardır. Siz düşünürsünüzmü ki, arxivlərdə neçə belə sənəd məhv edilib? Siz düşünürsünüzmü ki, neçə həqiqət bu şəkildə gizlədilib? Və siz düşünürsünüzmü ki, bu sənədləri məhv edənlər heç vaxt cəzalandırılacaqmı? Mürtuz Ələsgərovun sənədlərinin məhv edilməsi sadəcə bir hadisə deyil. Bu sistemli əməliyyatdır. Bu həqiqəti gizlətmək üçün aparılan müharibədir və bu müharibədə Mürtuz məğlub oldu. Lakin onun hekayəsi hələ də davam edir. Çünki həqiqət heç vaxt tam olaraq məhv edilə bilməz. O gözləyir və bir gün o mütləq üzə çıxacaq. 2017-ci ilin yanvar ayında Mürtuz Ələsgərovun vəfatından cəmi 3 ay sonra onun keçmiş mühafizəçisi ilk dəfə olaraq kamera qarşısında danışmağa razılaşdı. Bu adam Rəşad Məmmədov 15 il Mürtuzun şəxsi təhlükəsizliyinə cavabdeh idi. O Mürtuzun hər addımını bilirdi, hər görüşündə iştirak edirdi, hər söhbətini eşidirdi. Və indi 35 il sonra o ilk dəfə olaraq susqunluğunu pozdu. Rəşad dedi, mən bilirəm ki, bu müsahibə mənim həyatıma başa gələ bilər. Mən bilirəm ki, onlar məni tapmağa çalışacaqlar. Lakin mən artıq qocaldım və qorxmuram. Mən istəyirəm ki, insanlar bilsinlər ki, Mürtuz Ələsgərov necə öldürüldü. Çünki o öldürüldü. Heç bir təbii xəstəlik yox idi. Bu, planlaşdırılmış qətl idi. Rəşadın əlləri ələ də titrəyirdi. Səsi qırılırdı. Gözləri yaşla dolurdu. O davam etdi. 2013-cü ilin mart ayının 22-sində mənə zəng gəldi. Zəng edən adam özünü təqdim etmədi. O sadəcə dedi, Rəşad, sən Mürtuz bəyin yanında çox uzun müddətdir. Sən ona sadiqsən. Lakin indi sənə seçim təklif edirik. Ya sən bizə kömək edirsən, ya da öz ailənlə vidalaşırsan. Mən soruşdum ki, nə kömək? O dedi, Mürtuz bəyə bir iynə vurulacaq. Sən sadəcə o günü xəstəxanada olmayacaqsan. Sən heç nə görməyəcəksən, heç nə eşitməyəcəksən. Mən imtina etdim. Lakin o, mənə oğlumun şəklini göndərdi. Şəkildə oğlum məktəbdən çıxırdı və şəklin altında yazılmışdı, sənin seçimin. Mən qorxdum və razılaşdım. Rəşad Məmmədovun bu etirafı Mürtuz Ələsgərovun hekayəsində ən vacib sübutlardan biri oldu. Çünki bu artıq sadəcə fərziyyə deyildi. Bu, birbaşa şahid ifadəsi idi. Rəşad davam etdi. Mart ayının 23-də mən xəstəxanada olmadım. Mən evdə qaldım və televizora baxdım. Lakin ürəyim rahat deyildi. Mən bilirdim ki, o gün Mürtuz bəyin həyatı dəyişəcək. Axşam ailə üzvləri mənə zəng etdilər və dedilər ki, Mürtuz bəyin diri tutulub. Mən şok oldum. Lakin mən heç nə deyə bilmədim. Çünki mən bilirdim ki, bu mənim günahımdır. Əgər mən o gün xəstəxanada olsaydım, bəlkə də mən onu xilas edə bilərdim. Lakin mən qorxdum və qaçdım. Rəşadın gözlərindən yaş axırdı. O əlləri ilə üzünü örtdü və hönkürdü. O dedi, mən özümü heç vaxt bağışlaya bilmədim. Mən hər gecə Mürtuz bəyin gözlərini görürəm. O gözlər mənə baxır və sanki soruşur, Rəşad, sən hardaydın? Niyə sən məni qorumaydın? Və mən cavab verə bilmirəm. Rəşad Məmmədovdan soruşduq ki, o bilirmi kim bu əmri verdi? O cavab verdi. Mən dəqiq bilmirəm. Lakin mən eşitmişəm ki, bu əmr çox yuxarıdan gəlib. Deyirlər ki, bu əmri dairə verib. Dairə deyilən gizli qrup. Bu qrupun üzvləri arasında çox güclü adamlar var. Nazirlər, generallar, hakimlər. Onlar hamısı bir məqsəd üçün birləşiblər. Keçmişin sirlərini qorumaq.
Və Mürtuz bəy bu sirlərə təhlükə idi. Ona görə də onlar qərar verdilər ki, onu susturacaqlar. Biz Rəşaddan soruşduq ki, o dairənin üzvlərinin adlarını bilirmi? O cavab verdi. Mən bir neçə ad eşitmişəm, lakin mən onları dəqiq deyə bilmərəm. Çünki mən şahid deyiləm, mən sadəcə eşidənəm. Lakin mən sizə bir şey deyə bilərəm. Dairənin rəhbəri hələ də yaşayır. O hələ də güclüdür və o hələ də qorxmur. Rəşad Məmmədovun ifadəsindən sonra biz qərar verdik ki, dairənin digər üzvlərini tapmağa çalışacağıq. Biz uzun müddət araşdırma apardıq. Biz onlarla insanla danışdıq və nəhayət biz dairənin keçmiş üzvlərindən birini tapdıq. Bu adam Elçin Quliyev, keçmiş Milli Məclis deputatı idi. O indi təqaüddədir və Bakıdan kənarda kiçik bir kənddə yaşayır. Biz ona zəng etdik və müsahibə tələb etdik. O əvvəlcə imtina etdi, lakin biz ona izah etdik ki, bu çox vacibdir. Biz ona dedik ki, Mürtuz Ələsgərovun ailəsi həqiqəti bilmək istəyir və o nəhayət razılaşdı. Elçin Quliyevlə görüşümüz onun evində keçdi. O qoca, xəstə bir adam idi. Onun əlləri titrəyirdi, səsi zəif idi. Lakin gözlərində hələ də həyat var idi. O bizə dedi, mən bilirdim ki, bu gün gələcək. Mən bilirdim ki, bir gün kimsə gəlib məndən soruşacaq. Və mən hazır idim. Çünki mən artıq yaşamaq istəmirəm bu yalanla. Elçin Quliyev davam etdi. Mən dairənin üzvü idim. Mən o iclasda idim ki, orada Mürtuz bəyin aqibəti həll olundu. Mən etiraz etdim. Mən dedim ki, bu cinayətdir. Lakin heç kim məni dinləmədi. Onlar dedilər ki, Mürtuz bəy təhlükəlidir və susturulmalıdır. Mən dedim ki, biz başqa yol tapa bilərik. Lakin onlar dedilər ki, başqa yol yoxdur. Və mən sustum. Çünki mən qorxdum. Elçin Quliyevdən soruşduq ki, dairənin rəhbəri kim idi? O bir neçə saniyə sustu. Sonra o, dərin nəfəs aldı və dedi, dairənin rəhbəri Ramiz Əliyev idi. O vaxt Daxili İşlər Nazirliyinin birinci müavini idi. O çox güclü, çox dar bir adam idi. O heç nədən qorxmurdu. O deyirdi ki, Mürtuz bəy dövlətə xəyanət edir və cəzalandırılmalıdır. Və biz hamımız ona itaət etdik. Çünki biz bilirdik ki, əgər biz itaət etməsək, biz də cəzalandırılacağıq. Biz Elçin Quliyevdən soruşduq ki, Ramiz Əliyev indi hardadır? O cavab verdi. O hələ də yaşayır. O indi təqaüddədir. Lakin o hələ də güclüdür. O hələ də əlaqələri var və o hələ də qorxmur. Elçin Quliyevin bu ifadəsi bizə dairənin rəhbərinin adını verdi. İndi biz bilirdik ki, kim Mürtuz Ələsgərovun susturulmasına əmr etdi. Lakin biz başa düşürdük ki, Ramiz Əliyevi məsuliyyətə cəlb etmək çox çətin olacaq. Çünki o çox güclüdür və çox yaxşı qorunur. Lakin biz qərar verdik ki, cəhd edəcəyik. Biz Ramiz Əliyevə zəng etdik və müsahibə tələb etdik. O qəzəblə cavab verdi. Mən sizinlə danışmayacağam. Siz kim olduğunuzu düşünürsünüz? Siz mənim haqqımda nə bilirsiniz? Əgər siz məni narahat etməyə davam etsəniz, mən sizə qarşı hüquqi addımlar atacağam. Və o telefonu bağladı. Biz başa düşdük ki, Ramiz Əliyev danışmayacaq. Lakin biz təslim olmadıq. Biz qərar verdik ki, onun haqqında daha çox məlumat toplayacağıq. Biz onun keçmiş həmkarları ilə danışdıq. Biz onun ailə üzvləri ilə görüşdük. Və biz çox maraqlı şeylər öyrəndik. Biz öyrəndik ki, Ramiz Əliyev 90-cı illərdə çox güclü idi. O bir çox gizli əməliyyatlara rəhbərlik edirdi. O bir çox insanı susturmağa məsul idi. Və Mürtuz Ələsgərov onun qurbanlarından yalnız biri idi. Siz düşünürsünüzmü ki, Ramiz Əliyev kimi adamlar heç vaxt cəzalandırılacaqmı? Siz düşünürsünüzmü ki, onlar rahat yatırlar? Yoxsa onların da vicdanı narahatdır? Və əgər onlar bugün üzə çıxıb həqiqəti desələr, nə baş verər? Onlara inanarlarmı? Yoxsa onları da susturarlar? Bu sualların cavabını tapmaq çox vacibdir. Çünki Ramiz Əliyev kimi adamlar təkcə Mürtuzun deyil, bəlkə də yüzlərlə başqa insanın da taleyini həll ediblər. Və əgər biz bu sirri açmasaq, bu cinayətlər təkrarlanacaq. 2021-ci ilin payızında Mürtuz Ələsgərovun oğlu Rəşid nəhayət Qubadakı evdə gizlətdiyi sənədləri açıqlamağa qərar verdi. O bu sənədləri 4 il gizli saxlamışdı. Çünki o qorxurdu ki, əgər bu sənədlər üzə çıxsa, onun ailəsi təhlükədə olacaq. Lakin indi o başa düşdü ki, daha gözləyə bilməz. O başa düşdü ki, atası üçün ən yaxşı xatirə həqiqətin üzə çıxmasıdır.
Ona görə də o bu sənədləri mətbuata verdi və bu sənədlər Azərbaycan cəmiyyətini sarsıtdı. Sənədlərdə nələr var idi? Orada Mürtuz Ələsgərovun şəxsi qeydləri var idi. Orada 90-cı illərin gizli iclaslarının protokolları var idi. Orada milyardlarla dolların xaricə köçürülməsi haqqında məlumatlar var idi. Orada jurnalistlərin, müxalifət liderlərinin, adi vətəndaşların susturulması haqqında əmrlər var idi. Və ən əsası, orada dairənin üzvlərinin adları var idi. 12 ad. 12 güclü adam ki, onlar Mürtuz Ələsgərovun susturulmasına qərar verdilər və bu adlar arasında Ramiz Əliyevin adı da var idi. Sənədlər dərc olunduqdan sonra ictimaiyyətdə böyük əks-səda yarandı. İnsanlar şok oldular. Onlar başa düşdülər ki, Mürtuz Ələsgərov həqiqətən cinayətin qurbanı idi. Onlar başa düşdülər ki, dövlət aparatı bu cinayəti gizlətdi. Onlar başa düşdülər ki, ədalət təmin olunmadı və onlar tələb etdilər ki, dairənin üzvləri məsuliyyətə cəlb olunsunlar. Lakin dövlət orqanları cavab vermədi. Onlar dedilər ki, bu sənədlər yoxlanılmalıdır. Onlar dedilər ki, bu sənədlərin həqiqiliyi şübhə altındadır. Onlar dedilər ki, bu sadəcə kompromatlıq materialdır. Lakin ictimaiyyət bu cavabı qəbul etmədi. İnsanlar küçələrə çıxdılar. Onlar mitinqlər təşkil etdilər. Onlar tələb etdilər ki, həqiqət üzə çıxsın. Onlar tələb etdilər ki, Mürtuz Ələsgərovun cinayətkarları cəzalandırılsın. Və bu təzyiq altında dövlət orqanları nəhayət hərəkətə keçdi. Prokurorluq araşdırmaya başladı. Dairənin üzvləri dindirildilər. Ramiz Əliyev də dindirildilər. Lakin onların hamısı inkar etdilər. Onlar dedilər ki, bu sənədlər saxtadır. Onlar dedilər ki, onlar heç vaxt Mürtuz Ələsgərovun susturulmasında iştirak etməyiblər. Onlar dedilər ki, bu sadəcə böhtan kampaniyasıdır. Araşdırma 1 il davam etdi. Lakin heç bir nəticə əldə edilmədi. Çünki sübutlar kifayət deyildi. Mürtuzun şəxsi qeydləri rəsmi sənəd sayılmırdı. Şahidlər qorxurdular və ifadə verməkdən imtina edirdilər. Və dairənin üzvləri çox yaxşı müdafiə olunurdular. Nəhayət 2022-ci ilin yazında prokurorluq açıqlama verdi. Onlar dedilər ki, Mürtuz Ələsgərovun ölümü təbii səbəblərdən baş verib. Onlar dedilər ki, heç bir cinayət tərkibi aşkar edilməyib. Onlar dedilər ki, iş bağlanır. Bu qərar Mürtuz Ələsgərovun ailəsini və ictimaiyyəti çox məyus etdi. Onlar başa düşdülər ki, ədalət təmin olunmadı. Onlar başa düşdülər ki, dairənin üzvləri cəzasız qaldılar. Onlar başa düşdülər ki, sistem yenə də qalib gəldi. Lakin onlar təslim olmadılar. Onlar qərar verdilər ki, mübarizəni davam etdirəcəklər. Onlar qərar verdilər ki, Mürtuz Ələsgərovun hekayəsini danışmağa davam edəcəklər. Çünki onlar bilirlər ki, həqiqət heç vaxt ölmür. Həqiqət gözləyir və bir gün o mütləq qalib gələcək. Mürtuz Ələsgərovun qəbri Bakının mərkəzi qəbristanlığında yerləşir. Hər il onun doğum günündə ailə üzvləri və dostları oraya gəlirlər. Onlar çiçək qoyurlar, dua edirlər, xatirələrini bölüşürlər. Və hər dəfə onlar bir şey xatırlayırlar. Mürtuz Ələsgərov qorxmayan bir adam idi. O, həqiqət uğrunda mübarizə apardı və o, bunun əvəzini ödədi. Lakin onun qurbanı boşa getmədi. Çünki onun hekayəsi minlərlə insana ilham verdi. Onun hekayəsi göstərdi ki, həqiqət hər şeydən güclüdür. Və onun hekayəsi göstərdi ki, mübarizə davam etməlidir. Siz düşünürsünüzmü ki, Mürtuz Ələsgərovun hekayəsi unikal haldır? Yoxsa bu, sistemin işləmə tərzinin sadəcə bir nümunəsidir? Siz düşünürsünüzmü ki, neçə Mürtuz var bu ölkədə? Neçə insan var ki, onlar həqiqəti bilir, lakin danışa bilmir? Neçə insan var ki, onlar susturulmuşdur? Və ən əsası, biz nə edə bilərik ki, bu cinayətlər təkrarlanmasın? Bu sualların cavabını tapmaq bizim hamımızın borcudur. Çünki əgər biz bu suallara cavab tapmasaq, Mürtuz Ələsgərovun hekayəsi təkrarlanacaq və başqa Mürtuzlar da susturulacaq. Mürtuz Ələsgərovun vəfatından 5 il sonra Azərbaycan cəmiyyəti hələ də onun hekayəsini müzakirə edir. Bəziləri deyir ki, o qəhrəman idi. Bəziləri deyir ki, o sadəcə siyasətçi idi. Lakin hamı razılaşır ki, onun aqibəti faciəli idi. O, öz həyatının son 3 ilini danışa bilməyərək keçirdi. O, öz sirlərini qəbrə apardı. O, öz həqiqətini heç vaxt deyə bilmədi və bu, ən böyük faciədir. Lakin Mürtuz Ələsgərovun hekayəsi sadəcə faciə deyil. Bu, həm də xəbərdarlıqdır. Bu, bizə xatırladır ki, hakimiyyət təhlükəli şeydir. Bu, bizə xatırladır ki, sirlər ağır yükdür.
Bu bizə xatırladır ki, həqiqət baha başa gəlir və bu bizə xatırladır ki, biz hamımız məsuliyyətliyik. Məsuliyyətliyik ki, həqiqəti qoruyaq. Məsuliyyətliyik ki, ədaləti tələb edək. Məsuliyyətliyik ki, Mürtuz Ələsgərov kimi insanların qurbanı boşa getməsin. Mürtuz Ələsgərovun ailəsi bugün hələ də mübarizə aparır. Onlar hələ də tələb edirlər ki, həqiqət üzə çıxsın. Onlar hələ də tələb edirlər ki, dairənin üzvləri məsuliyyətə cəlb olunsunlar. Onlar hələ də tələb edirlər ki, Mürtuzun adı təmizlənsin və onlar heç vaxt təslim olmayacaqlar. Çünki onlar bilirlər ki, Mürtuz bunu istərdi. O istərdi ki, həqiqət qalib gəlsin. O istərdi ki, ədalət təmin olunsun. O istərdi ki, onun hekayəsi başqalarına dərs olsun. Lakin bir sual qalır. Mürtuz Ələsgərov niyə susturuludu? Nə bilirdi o ki, onu bu qədər təhlükəli edirdi? Bu suala dəqiq cavab yoxdur. Çünki Mürtuz öz sirlərini qəbrə apardı. Lakin biz bilirik ki, o 90-cı illərin ən qaranlıq sirlərini bilirdi. O bilirdi ki, hansı pullar oğurlandı. O bilirdi ki, hansı cinayətlər edildi. O bilirdi ki, hansı adamlar məsuldu. Və o bu sirləri açıqlamaq istəyirdi. Lakin ona icazə verilmədi. Ona görə də o susturuludu. Lakin bəlkə də ən böyük sir bu deyil. Bəlkə də ən böyük sir budur ki, Mürtuz Ələsgərovun susturulmasında iştirak edənlər hələ də yaşayırlar. Onlar hələ də azaddırlar. Onlar hələ də güclüdürlər. Və onlar hələ də qorxmurlar. Çünki onlar bilirlər ki, sistem onları qoruyur. Onlar bilirlər ki, heç kim onlara toxuna bilməz. Onlar bilirlər ki, onlar cəzasız qalacaqlar. Və bu, ən böyük cinayətdir. Çünki bu, gələcək cinayətlərə yol açır. Bu, başqalarına mesaj verir ki, siz də cinayət edə bilərsiniz və cəzasız qala bilərsiniz. Mürtuz Ələsgərovun hekayəsi bitdi, lakin onun mübarizəsi davam edir. Çünki onun ailəsi, onun dostları, onun tərəfdarları hələ də mübarizə aparırlar. Onlar hələ də tələb edirlər ki, həqiqət üzə çıxsın. Onlar hələ də tələb edirlər ki, ədalət təmin olunsun. Və onlar heç vaxt təslim olmayacaqlar. Çünki onlar bilirlər ki, Mürtuz Ələsgərovun qurbanı boşa getməməlidir. Onun hekayəsi danışılmalıdır. Onun həqiqəti eşidilməlidir və onun mübarizəsi davam etməlidir. İndi isə açıq qalan sual budur. Dairənin digər qurbanları kimlərdir? Mürtuz Ələsgərov tək deyildi. O sadəcə biz haqqında bildiyimiz qurbandır. Lakin neçə başqa Mürtuz var ki, onların hekayəsi heç vaxt danışılmadı. Neçə başqa insan var ki, onlar susturuludu və heç kim onlar haqqında bilmir. Və ən əsası, dairə hələ də fəaldırmı? Onlar hələ də insanları sustururlarmı? Bu sualların cavabını tapmaq bizim hamımızın borcudur. Çünki əgər biz bu suallara cavab tapmasaq, tarix təkrarlanacaq və başqa Mürtuzlar da susturulacaq. Mürtuz Ələsgərovun vəfatından sonra Azərbaycanda çox şey dəyişdi. Yeni nəsil böyüdü, yeni liderlər gəldi, yeni qanunlar qəbul edildi. Lakin bir şey dəyişmədi. Keçmişin sirləri hələ də gizli qalır. 90-cı illərin cinayətləri hələ də açılmayıb. Oğurlanan milyardlar hələ də tapılmayıb. Susturulan insanların qatilləri hələ də cəzalandırılmayıb. Və Mürtuz Ələsgərov kimi insanların qurbanı hələ də boşa gedir. Dairənin üzvlərinin çoxu bugün hələ də yaşayır. Onlardan bəziləri təqaüddədir. Onlardan bəziləri hələ də hakimiyyətdədir. Onlardan bəziləri xaricdə yaşayır. Lakin onların hamısı bir şey bilirlər. Onlar cəzasız qaldılar. Onlar bilirdilər ki, sistem onları qorudu. Onlar bilirdilər ki, heç kim onlara toxuna bilmədi. Və bu onlara rahatlıq verirdi. Lakin bəziləri rahat deyildi. Bəziləri vicdanının əzabını çəkirdi. Bəziləri gecələr yata bilmirdi. Çünki onlar bilirdilər ki, onlar cinayət etdilər. Və bu cinayət onları ömürlük təqib edəcək. Mürtuz Ələsgərovun ailəsi bugün hələ də Bakıda yaşayır. Onlar hələ də atalarının xatirəsini yaşadırlar. Onlar hələ də onun hekayəsini danışırlar. Onlar hələ də həqiqət uğrunda mübarizə aparırlar. Və onlar heç vaxt təslim olmayacaqlar. Çünki onlar bilirlər ki, Mürtuz Ələsgərovun qurbanı boşa getməməlidir. Onun hekayəsi gələcək nəsillərə dərs olmalıdır. Onun mübarizəsi başqalarına ilham verməlidir. Və onun həqiqəti bir gün mütləq üzə çıxmalıdır. Lakin bir sual hələ də cavabsız qalır. Mürtuz Ələsgərov
Həqiqətənmi təbii xəstəlikdən öldü? Yoxsa o qəsdən susturuldu və sonra aradan götürüldü? Bu suala dəqiq cavab yoxdur. Çünki bütün sübutlar məhv edildi. Bütün şahidlər sustu və bütün cinayətkarlar cəzasız qaldılar. Lakin bir şey aydındır. Mürtuz Ələsgərovun ölümü şübhəlidir. Onun xəstəliyi qeyri-adidir və onun susturulması planlaşdırılmışdı. Bütün bunlar bizə deyir ki, Mürtuz Ələsgərov cinayətin qurbanıdır və bu cinayət hələ də açılmayıb. Bəlkə də heç vaxt açılmayacaq. Bəlkə də həqiqət heç vaxt tam olaraq üzə çıxmayacaq. Bəlkə də Mürtuz Ələsgərovun sirləri həmişəlik qəbirdə qalacaq. Lakin bir şey əmindir. Onun hekayəsi unutulmayacaq. Onun mübarizəsi davam edəcək və onun qurbanı boşa getməyəcək. Çünki hər dəfə kimsə onun hekayəsini eşidəndə, hər dəfə kimsə onun adını çəkəndə, hər dəfə kimsə həqiqət uğrunda mübarizə aparanda, Mürtuz Ələsgərov yenidən diridir. O yenidən danışır. O yenidən mübarizə aparır. Və o, yenidən bizə xatırladır ki, həqiqət hər şeydən güclüdür. Hörmətli tamaşaçılar, əgər siz bu faciəvi hekayəni sona qədər izlədinizsə, şərhlərə yazın ki, hansı şəhərdənsiz? Bizim üçün vacibdir ki, Mürtuz Ələsgərovun harda hələ də xatırlandığını bilək. Və kanalımıza abunə olun ki, tarixin həqiqətləri haqqında yeni materialları qaçırmayasınız.